İngiliz siyasətinin güc simvolu olaraq istifadə edildiyi qalalardan biri 11-ci əsrdə tikilmiş London qalasına bugün ziyarətə gəlmişik və orada Yeoman qala haqqında məlumat verir. Qalanın tarixi haqqında məlumat verir. Yeomanlar ümumiyyətlə pensiya çıxan hərbiçilər ya da polislərdir bildiyim qədərindən 22 ildən çox işləmələri lazımdır ki, bu vakasiyaya başvura bilsinlər. Evləri də elə buradadır, burada yaşayırlar və əyləncəli şəkildə Tower of London'ın tarixini anlatırlar. Bu cür anlatım şəkli çox maraqlıdır və araşdıranda qarşına çıxır ki, mütləq şəkildə Yeomanların ekskursiyasına qatılın və onları dinləyin. Çünki çox əyləncəli danışırlar və maraqlı danışırlar. Bu təcrübəni ölkəmizdə də bələdçilərə öyrətmək olar. İndi davam edəcəyik. Əsma orada fiilində sumka olan flaşki ilə qızım 11-ci sinifdə oxuyur və GCSE deyilən buraxılış imtahanında məhz bu mövzulardan da imtahan verəcək. Onun üçün də çox gözəl bir sürpriz oldu. Bax, qarğanın böyüklüyünü göyərçinin yanına gəlsəydi elə hiss edə bilərdiniz. Çox böyük qarğadılar. Yəni bu qarğaların maraqlı da bir tarixçəsi var. London qalasının ərazisində qarğalar peyda olandan sonra belə bir inanc formalaşıb ki, qarğalar krallığı qoruyur. Qarğalar olmazsa krallıq dağılar. Məhz ona görə ən az 6 ədəd olsa belə, yəni qalanın içində qarğaları saxlayırlar. Hətta qanadlarını da kəsilmişlər ki, çox uzağa uça bilməsinlər. Xüsusi qarğa baxıcıları var. Çox da böyüdülər ha. Bu binada İngiltərə Krallığının xəzinəsi nümayiş olunurdu. İçəridə çəkilişə icazə vermədiklərinə görə çəkə bilmədim. Ancaq yəni qızıldan, qiymətli daş-qaşlardan həm aksesuarlar, həm qablar, həm qızıl işləməli geyimlər sərgilənirdi. Hər otağı da xüsusi qoruyurdular və Yeoman dedi ki, 3,5 ton içəridə yəni xəzinə sərgilənir. Təbii ki, yəni onu götürməyə çalışsaz öldürəcəklər, vuracaqlar. Mən öz subyektiv fikrimi demək istəyirəm ki, xəzinənin nümayiş olunan qismində bəzəklər, yəni işləmələr çox sadə idi. Şərqdəki işləmələrlə buradakını müqayisə eləmək olmazdı. Yəni böyük qaşlar qoyulmuşdu. İşçilik belə deyim də sadə idi, çox sadə idi. London qalasının içindəki digər binaları zamanla tikiblər, ancaq ilk bina 11-ci əsrdə tikilən bu binadır. Zirehlərin nümayiş olunduğu və qala divarlarının qalınlığından da hiss olunur. Gedirik artıq. 3 saatdan çox qaldıq, heç hamısını gəzə bilmədik, hər yerini gəzə bilmədik. Önəmli yerləri gəzdik, düzdür. Tarixi məlumatları axtarıb onsa tapmaq asandır. Ancaq Londona yolunuz düşərsə, Tower of Londona da gəlin. Məncə bəyənəcəksiniz.